Azərbaycan Respublikasının ərazisində tropik hava kütlələrinin təsiri nəticəsində nələr baş verir? Uşaqlar, tropik hava kütləsi biz bilirsiniz ki, isti və quru hava kütləsidir. Qeyd edəcək ki, orada nələr baş verə bilər? 1. Düz radiasiya üstündür. Bəli, düz radiasiyanın olduğu ərazilərdə yağıntı az düşür. Tropik də isti hava olduğuna görə orada yağıntı az düşməlidir. Düz radiasiya olacaq, qalxan hava yox, enən hava olacaq. Günəşli saatların miqdarı çoxalır, düzdür. Bir də isti və quru hava olacaq. Cavabımız nə olmalıdır 85-də? 1, 136. 3, 6. Azərbaycan Respublikasının ərazisində mülayim hava kütlələrinin təsiri nəticəsində nə baş verir? Deyir, temperatur aşağı düşür. Bəli. Yağıntının miqdarı kəskin azalır. Xeyr. Enən hava axınları süni təşkil edir. Xeyr. Qalxan hava olmalı idi. Buludluq artır. Bəli. Səpələn radiasiya üstündür. Bəli. Günəşli saatların miqdarı artır. Səhvdir. Cavabımız 86-da 1, 4, 5 olacaq. Gəlirik digər sualımıza. Orta Asya vilayətinə aid olmayan iqlim tipləri deyir. Naxçıvana aid olmayan. Naxçıvanda bilirsiniz ki, dağ tundra iqlimi var. Yay quraq keçən soyuq iqlim də var. Orada qışı quraq keçən soyuq iqlim və yay quraq keçən mülayim isti iqlim, bir də qışı mülayim keçən yarımsər qoçer iqlimi yoxdur. 3 dənə iqlim var. Dağ tundra iqlimi, yay quraq keçən soyuq iqlim, qışı soyuq keçən yarımsəhra qoçer iqlimi. Deməli, olmayan 3, 4, 5-dir. Gəlirəm 88-ci sualıma. Deyir, xəritə sxeminə əsasən 1 və 2. 1 və 2 rəqəmi ilə göstərən ərazinin 3 və 4 rəqəmi göstərən ərazinin oxşar xüsusiyyəti. Deyin görün mənə 1 ilə 2-nin olduğu yerdə nə var idi? 1 ilə 2-nin olduğu yerdə. Necə? Hı? Namsidi. 1 ilə 2-nin olduğu yeri kim deyər? Hə, uşaqlar. 2-nin olduğu yerdə nə var? Qışı quraq keçən soyuq iqlim. Düzdür? Həmçinin 1-in olduğu yerdə də o var. Qışı quraq keçən soyuq iqlim. 1 ilə 2 nədir? Qışı quraq keçən soyuq iqlim. Qışı Tarık. quraq Kurak keçən keser. Öldü. soyuq iqlim. 3-də nə var? 3 ilə 4-də. 3-də 4 çift. deyəkdən ki, qışı quraq keçən mülayim isti iqlim var. Qışı quraq keçən nə var? Mülayim isti iqlim var. Düzdür? Onun ikisinde de kışı kurak keser. Bəli. Değil mi? Deyir ki, hər ikisində oxşar cəhətlənsir. Deyir, mülayim isti iqlim tipi yayılıb hər ikisində səhvdir. Bu ərazilər əsasən qışı quraq keçir. Bəli. Ümumi günəş radiasiyasının miqdarı 120 kilokalori santimetrdən çoxdur. Bəli. Bütövlüklə tektonik qalxma zonasında yerləşirlər. Səhvdir. Rütubətlənmə əmsalı vahiddən kiçikdir. Nə deyəcəksiniz? Səhvdir də uşaqlar. Burada oxşar Maalesef. cəhət nə olacaq? 2 ilə 3. Yaxşı. 3. Keçirəm digər 89-cu sualıma baxıram. 89-da nə deyir? Deyir, Azərbaycanda qışı quraq keçən mülayim isti iqlimə aid olan xüsusiyyətlər. Qışı quraq keçən mülayim isti iqlim. Deyir, yağıntı əsasən ilin isti dövrünə düşür. Bəli, düzdür. Qış ayları mülayim və rütubətli keçir. Draft. Səhvdir. Qanıq ərçə çökəkində yayılmışdır. Bəli. Düz. Lənkəran vilayətində daha çox müşahidə olunur. Səhv. Lənkəranda yay quraq keçən idi. Kiçik Qafqazın şimal yamacında yayılmışdır deyir. Düzdür. Naxçıvanın orta dalğı ərazisində yayılır. Səhv. Naxçıvanda mülayim isti iqlim yoxdur. Ona görə cavabımız nə olacaq? 1, 3, 5. Yaxşı. 90 baxıram. Bura bilirsiniz ki, Zaqatalandır. 1036 Hayır. mm Zaqatalaya düşür. Cavabımız nə olacaq? 90-da 2, 3, bir də 6. Yağıntılı ərazilər götürəcəksiniz də əsasən. 2, 3, 6. Aydındır? Bəli. 91-ə baxıram. Respublikamızda okean səviyyəsindən aşağıda yayılan iqlim tipləri. Təbii ki, deyəcəksiniz ki, 3 ilə Yay kurak keser varmış. iqlim, bir də qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi. Cavabımız nə olacaq? 3 ilə 4. 92-yə baxıram. Doğru ifadə, yanlış ifadə. Deyir, Azərbaycanda mütləq maksimum yağıntı Astara rayonunda qeydə alınıb deyir. Deyir, Kiçik Qafqaz və Qanıq Ərçay vadisində qışı quraq keçən mülayim isti iqlim yarım tipi yayılıb.
Kiçik Qafqazda, bir də deyir Qanıq Ərçədə. Var da düzdür bu. Yanlış ifadə deyil ki. Xeyr, doğrudur. Ona görə birinci neynəmirik? Götürmürük. Kiçik Qafqaz tektonik qalxmasında yağıntıların bərabər paylanan mülayim isti iqlim yarım tipi var. Kiçik Qafqaz tektonik qalxmasında yağıntıları bərabər paylanan mülayim isti iqlim var deyir. Səhvdir. O hardaydı? Böyük Qafqazdaydı. Düzdür. Bu deyəcəksiniz ki, düz yoxsa səhvdir? Səhvdir deməli. Yağıntıları bərabər paylanan mülayim isti iqlim. Kiçik Qafqazda yoxdur, uşaqlar Böyük Qafqazdaydı. Evet. Hı -hı. Nədir? Səhvdir. Deməli, burada qeyd edik ki, bir nədir? Bir Doğru. səhv. Səhvdir. Doğrunun altında verilib bir səhvdir. Sonra, işləyin də uşaqlar. İki düzdür müəllim. Kiçik Qafqaz tektonik qalxmasında yağıntılar bərabər paylanan mülayim isti iqlim. Ya, Düzdür. il boyu bərabər paylanan mülayim isti iqlim Böyük Qafqazın cənubunda, Böyük Qafqazın şimal-şərqində, bir də Talış dağlarındaydı. Talış dağları olaraq götürsək, Kiçik Qafqaz tektonik qalxmasına düşürsə, bəli, düz ola bilər. Hədə düz o. Zaqatala, Balakən rayonlarından deyir. Bütün fəsillər bol yağıntılı soyuq iqlim yarım tipi müşahidə olunur. Zaqatala da Balakən Düzdür. düz Hı -hı. ifadəni elə bir biz götürməliyik indi. Bəli, düzdən düzü götürün, 2 ilə 3-ü. Hə, Kiçik Qafqazda və Qanıq Ərçədə barəsində qışı quraq keçən mülayim isti iqlim yaranır. Bu düzdür da, bunu yanlışa Bəli. götürmüşük. Yanlışdan yanlış götürməliydik. Aha. Sonra bizə deyir Xəzər sahilində deyir iki iqlim tipi yaranıbdır. Bu da düzdür müəllim. Bəli. Bir mülayimdir, o birisi nə idi? Yarım səhra qurutçul iqlimi. O birisi də ki, Böyük Qafqazın şimal yamacında yay quraq keçən soyuq iqlim yaranıb tipi geniş yayılıb. Bu da səhvdir müəllim. Yay quraq keçən soyuq iqlim hardaydı? Lənkəran, Naxçıvandaydı. Yanlışdan yanlış verilib deyə altını götürəcək. Doğrudan doğru 2-3, yanlışdan da altını. 2-3 alacağımız olacaq. Sonra gəlirik 93-cü suala baxırıq. Azərbaycan Respublikasının iqlimə səciyyəvi cəhətləri. Orta Asiyadan gələn hava kütləsi yəqin nisbi rütubətliyi azaldır, temperaturu artırır. Düzdür. İsti hava kütləsi gəldi oradan. Günəşli saatların ən çox miqdarı Orta Asiya vilayətinin Arazboy düzənliyində müşahidə edilir. Bu da düzdür. Günəşli saatların illik miqdarı Şollar düzündə, Gəncə, Qazax düzünə nisbətən azdır. Səhvdir. Yox, nə deyir? Günəşli saatların, hə, deyir ki, illik miqdarı ən çox miqdarı bəli, Orta Arazla Araz boyundadır. Az deyirsə, hə, düz ola bilər. Deməli, günəşli saatların ən çox miqdarı Orta Araz vilayətinin Arazboy düzənində müşahidə edilir. Düzdür bu. Günəşli saatların illik miqdarı Şollar düzündə, Gəncə, Qazax düzünə nisbətən azdır. Bəli. Şollar düzündə deyir ki, Şollar düzündən Gəncə, Qazax düzünə nisbətən nədir? Azdır. Gəncə, Qazax düzündə daha çoxdur da. Bildiniz, onu demək istəyir. Acinor alçaq dağlığında Ordubad düzündə ümumi günəş radiyasının miqdarı təqribən bərabərdir. Səhvdir. Ordubadda daha çoxdur. Rütubətli subtropik iqlimin malik olduğu Lənkəran ovalında il boyu rütubətlənmə şəraiti var. Xeyr. Yalnız qışda yağıntı düşür. Şirvan düzündə atmosfer yağıntılarının miqdarı Abşeron yarımadasına nisbətən azdır. Səhvdir. Abşeron yarımadasında yağıntı daha azdır. Cavabımız 93-də olacaq. 1, 2, 3. 94-ə baxaq. Azərbaycan iqlimi üçün səciyyəvi olmayan cəhətləri istəyir bizdən. Orta Asiya hava axınları qışda nisbi rütubətin artmasına leysan yağışası. Xeyr. Orta Asiya hava kütləsi isti hava kütləsidir. Ona görə bir səhvliyi götürəcəyik. Günəşli saatların ən böyük miqdarı şər Ordubad düzündə müşahidə edilir. Bəli, düzdür. Ümumi günəş radiasiyasının miqdarı Şollar düzündən, Muğan düzündən daha çoxdur. Deyəcəksiniz ki, bu da səhvdir. Muğan düzündə daha çoxdur. Aydınollar alçaq dağlığından Samur Dəvəçi ovalının ümumi günəş radiasiyasının miqdarı 125 və 130 kaloridir. Bəli, doğrudur. İyul ayının orta temperaturu Lənkəran düzündən Şirvan düzünə nisbətən daha çoxdur. Bu da deyəcəksən ki, səhvdir. Şirvanda daha yüksəkdir temperatur. Orta Araz vilayətinə mülayim isti iqlim tipinə rast gəlinmir. Doğrudur. Yanlışlarımız olacaq 1, 3 və 5. Qışı quraq keçən mülayim isti iqlim bilirsiniz ki, hardaydı? Lənkəranda qışı quraq keçən deyildi, yay quraq keçən idi. Dəmiyə əkinçiliyi üçün əlverişli imkan var. Düzdür. Qanıq Ərçədə var. Düzdür. Kiçik Qafqazın alçaq hissəsində də var. Düzdür. Yayıldığı ərazi suvarma əkinçisi süni təşkil edir. Səhvdir.
Yağıntılar əsasən ilin isti dövründə düşür. Düzdür. Cavabımız Düz. 95-də nə olacaq? 2, 3, 6. Qışı quraq keçən mülayim isti iqlim tipinin xarakterik olmayan əlamətləri. Yayıldığı ərazidə qışı sərt və soyuq, yayı çox isti keçir. Səhvdir. Əsasən dəmiyə üçün seçilmişdir. Düzdür. Yayıldığı ərazidə yağıntının ilin isti dövründə düşür. Düzdür. Qanğayçay çiçəklə və Acınoxurun şimal yamaçlarında yayılıb. Doğrudur. Ən isti ayın temperaturu 30 dərəcədən artıq olur. Səhvdir. Aeroqlim ehtiyatları quru subtropik meyvəçinin inkişaf üçün səhvdir. Bu yarım səhra quruçuluq iqliminə aiddir. Səhv olanlar 1, 5, 6-dır. 1402 dedik ki, haraya düşür? Zaqatala ərazisinə düşür. Yağıntılar dedik əsasən qar şəklində düşür. Səhvdir yoxsa düzdür? Zaqatala. Dəftər. Dərəcə istəsi ki, bəli, səhvdir. Çaylarda daşqınlar daha çox payızda baş verir. Zaqatal ərazisində daşqınlar, bəli, düzdür, payızda daha çox baş verir də, düzdür. Bəli. Sonra baxıram nə? Yay quraq keçən mülayim isti iqlim tipinə aiddir. Bu da düzdür. Fikir verirsinizmi? Yay ayları quraqdır. Qışı quraq keçən Ha. olmaz, çünki qışda görürsünüzmü yağıntı var. Çaylara əsasən buzlaq suları ilə qidalanır. Səhvdir. Cavabımız 2-3 olacaq. 98-ci suala baxıram. Bu 1036 yenə Zaqataladadır. Zaqatalada deyir qışı quraq keçən mülayim isti iqlim tipi Düzdür. səviyyəvidir. Dərəcə səssiz ki, bəli, var. Çaylara əsasən buzlaq suları ilə qidalanır. Səhvdir. Qışı soyuq keçən yarım səhra səhvdir. Naxçıvandadır o. İntrozonal landşaf yayılmışdır. Bəli. Ölkəmizdə ən çox yağıntı düşən inzibati rayondur. Dərəcə səssiz ki, ən Düz. çox düşən Lənkərandır. Müəllim, o deri intronzional landşaft almışdı. Ayşə, intrazonal O landşaft siz nə bilirsən bilirsiniz? nədir? Qanıq ayrı çayda baş verir intrazonal landşaft. İntrazonal landşaft o deməkdir ki, çəmən landşaftı varsa bir ərazidə, düzən çəmən landşaftı varsa, demək o intrazonal landşaftdır. Yəni Həmçinin, biz düzən əraziləri götürməliyik. bəli, bəli. Bildim. Yəni pozulma baş verib də, bildin necə? Bildim. 98-də cavabımız nə olacaq? 1 və 4. Hə. Respublikamızın Böyük Qafqazın Orta Dağlığının dağ ətəyinə enərkən, Orta Dağlıqdan dağın ətəyinə enərkən, dərəcə səki 1. Buxarlanma qabiliyyəti, buxarlanma arasında fərq artır. Yəni quraqlıq yaranır. Ətəyə gələndə, aşağıya düşəndə. Çaya mərgəlmə imkanı artmaz, əksinə azalar. Dağa qalxdıqca çaya mərgəlmə imkanı artır. 2 səhvdir. Rütubətləmə əmsalının kəmiyyəti azalır, bəli. Atmosfer təzyiqi azalır, xeyr, əksinə artır. Aşağıya doğru yenəndə atmosfer təzyiqi artır. Aeroqlim imkanları azalır deyir. Səhvdir, artmalıdır. Yağıntı miqdarı azalır, düzdür. Cavabımız nə olacaq? 1, 3, 6. Elə bil ki, sən dağdan dəriyə inəndə deyir, nə baş verir? Onları soruşur sizdən. Gəldik 100-cü sualımıza baxırıq. Deyir, Sədərək düzü aid olduğu tektonik zona. Sədərək düzü, bəli, Araz Cavan platformasına aiddirmi? Doğrudur. Qışı soyuq keçən yarımsəhra quruçuluq iqlimi, bəli, doğrudur. Bir düzdür. 2-yə baxıram. Deyir, Şah dağ silsiləsi Böyük Qafqaz qalxması. Düzdür. Qışı quraq keçən soyuq iqlim səhvdir. Şah dağ silsiləsində qışı quraq keçən soyuq iqlim olmaz. Nə olacaq? Dağ tundra iqlimi olar. Yoxsa Sərt Ha. iqlim. Sərt iqlim. necə? Sərt. Sərt olur. Yəni dağ tundra iqlimi deyirsən də, düzdür? Bəli, müəllimə. Aysə oğul. Üçüncüyə baxıram. Deyir, yan silsiləsi Böyük Qafqaz qalxması qışı quraq keçən soyuq iqlim. Doğrudur da bu. Hı? Qanıq Əyri çay çökəkliyi, Kürd arası çökəkliyi, qışı quraq keçən mülayim isti iqlim doğrudur. Zəngəzur silsiləsi, Kiçik Qafqaz qalxması, yay quraq keçən mülayim isti iqlim olmaz. Zəngəzur Naxçıvanda, Naxçıvanda mülayim isti iqlim yoxdur. Samur və Çobalığı, Ön Qafqaz çökməsi, yay quraq keçən mülayim isti iqlim yox. Qışı mülayim keçən yarım səhra quruçuluq iqlim olmalıdır. Cavabımız 1, 3, 4 olacaq. Gələk 101-ci sualımıza baxaq. Deyir, A Oxuyum teknik... müəllim. Oxu, yaxşı. A tektonik zonası həm Xəzər dənizində, həm də xarici ölkəyə çıxış var. Ərazidə geniş volkanlar, ovalıqlar yanaşı silsilə şəklində uzanmış alçaq dağlıqdan rast gəlinir. Bir hissə dünya okean səviyyəsindən yuxarıda, bir hissəsi isə aşağıda yerləşir. Bu tektonik zona iqlim tipinə aid olan xüsusiyyətlər müəyyən edir. Hı -hı. Mən Hansı, yuxarı eləyim dənə. hansıdır? Gəl onu tapın. Söhbət hansı Ha. teknik zonadan gedir?
Deyir, həm Xəzər dənizinə, həm də xarici ölkə çıxışı var. Kür çökəliyi. Ön Qafqaz, Kür. Ön Qafqaz olar, yoxsa olmaz? Xəzər dənizinə hava. Hə, uşaqlar. Nə? Ha, olar. Ağa Hüseyn. Yəni burada o balıq sat varsa Kür tektonik zonasına aid olmalıdır. Qoy görüm, heç oxumadım. Yəni deyirəm ki, Xəzər Hə. dənizi xarici deyirsə, deyir tektonik zonası həm Xəzər dənizi, həm də xarici ölkə çıxışı varsa, ərazisində geniş ovaqlar yanaşı, silsilə şəklində uzanmış alçaq dağlıqlar rast gəlinirsə, bir hissəsi dünya okean səviyyəsindən yuxarıda, bir hissəsi aşağıda yerləşirsə, bu tektonik zonaya Və Ceyran iqlim aid olan xüsusiyyət. Necə? Ceyrançöl Acınahur dağları var. Xəzər dənizinə də çıxışı var da. Ha. Gürcüstanın da çıxışı var. Nə deməsən, kürü deməsən, kür daha Hə, sökənir. hə, bəli. Kür. Ha. Hı. Gərək onda hesab eləyin görək burada. Eləsək quraq keçən mülayim isti uyğun gəlir. Hı. Qışı quraq keçən soyuq bu səfdir. Yay quraq keçən mülayim isti bu düz olar. Bir dənə Aha. üç götürülür. Sonra Yayıl iqlim yarım tipləri. Qışı mülayim keçən yarım səhra quru çöl bu yayılıqdır. 5 gəlməyib amma. Qışı soyuq keçən yarım səhra quru çöl bu səfdir. Yağıntılar bərabər patlayan mülayim isti bu da yayılır. Bəli, Bir, üç. cavabımız olacaq 1, 3, 5, 6. Düzdür? Hə, bir daha 102-yə baxırıq. Cədvələ əsasən doğru uyğunluğu müəyyən edin, uşaqlar. Deyir, İrlandiya adasında mülayim şıqlama qurşağında yerləşir. Düzdür də bu. Kiçik Qafqaz tektonik qalxmasında yağıntıları bərabər paylanan mülayim isti iqlim yarımtipi yayılmışdır. Doğrudur, amma nə verilib? Yanlış verilib. Yanlış. Azərbaycanda ən çox günəşli saatlar Naxçıvan Araz boyu düzənlikdə müşahidə edilir. Doğrudur. Kür Araz ovalında qış aylarında havanın su buxarı doyma həddi yayları nəzərən yüksək olur. Yanlış, Düzdür. yanlış da verilib. Kür Araz ovalında qış aylarında havanın su ilə Hə, doyma həddi yaylarına nəzərən yüksəkdir. Doyma həddi uşaqlar yağıntı deməkdir. Deyir ki, qış aylarında yağıntı yayadan daha çox düşür. Onu demək istəyir. Yanlışdır, yanlış da verilib. Sonra Qarabağ ərazisində paleozoik yaşlı sular rast səhvdir. Tovuzda, bir də Naxçıvandaydı. Azərbaycanda ən çox orta illik temperatur Xəzər sahil rayonlarında müşahidə edilir. Düzdür də bu. Cavabımız nə olacaq 102-də? 1, 3, 4. Zirvələri müvafiq olaraq mülayim isti iqlim, dağ, tundra və soyuq yarımsərə qutu iqlimdə yerləşən dağ zirvələri. Mülayim isti iqlim deyirsə, gələcək nə? 4, Peştəsər. 4, Peştəsər gələcək. Sonra dağ, tundra deyirsə, Bax. 3, Murovdağ. Merhaba. Sonra Dərələr, sonra soyuq da deyirsə, Dərəliyəz, quru çöl deyirsə, Bozdağ. Kürdədir də Bozdağ. 104-ə baxırıq. Deyir ki, qışı quraq keçən mülayim isti iqlim. Qışı quraq keçən mülayim isti iqlim hardadır? Qanı-Qayçay çökəkliyində idi. Bir də Kiçik Qafqazın deməli, birə nə gedəcək? A gedir də təkcə. A. Kiçik Qafqazın orta və alçaq dağlığı verilməyib. 2-yə baxırıq. Qışı quraq keçən soyuq iqlim C ilə D-dədir. Böyük Qafqazın şimal-şərq yamacında, bir də Kiçik Qafqazın yüksək dağlığındadır. Yay quraq keçən soyuq iqlim isə yalnız Naxçıvan ərazisindədir. O da Dərəliyəz və Zəngəzur olacaq E bəndə. 105-ci sualımıza baxırıq uşaqlar. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi hardaydı? Deyəcəksiniz ki, Samur Dəvəçi ovalığındadır. Bir də aşağı Araz boyu düzənliklədir. Yəni Gəyən, İncə, Hərəmi düzündə. Yay quraq keçən mülayim isti iqlim hardadır desə, deyəcəksən ki, Lənkəran ovalığındaydı. Bütün fəsillərdə bol rütubətli soyuq iqlim hardadır? Böyük Qafqazın yalnız cənub yamacındadır. Cənubunda. Bəli, 106-ya baxıram. Deyir ki, Lənkəran ovalığında. Qeyd edəcəksən ki, yay quraq keçən mülayim isti iqlim var. Zəngəzur silsiləsində yay quraq keçən soyuq iqlim var. Gəncə Qazax düzündə isə qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi olacaq. Yerdə qalanlar heç birisi aid deyil. 107-yə baxaq. Böyük Qafqazın cənub yamacında demişdim, yalnız nə var idi? Yağıntıları bərabər Yağıntılar paylanan bərabər. mülayim isti iqlim, bir də bütün fəsillərdə bol yağıntılı soyuq iqlim var.
Birə gedir A. Naxçıvan Muxtar Respublikasının Arazboy düzənliyi, yəni Sədərək, Şərur, Böyükdüz, Yay Naxçıvan, Quraçsan. Gürcüstan, Yayçı, Ordubad bunları soruşur. Orada nə vardı? C Yay olacaq. Qışı Quraçsan. soyuq keçən yarım səhra quru çöl iqlimi. Qanlıqara və Aha. Çanakkale'də qışı e, quraq keçən mülayim isti iqlim B. 108-ə baxıram. Zaqatala Laçın ərazisində dağətəyi zonada yağıntının əksəriyyəti ilin isti dövrünə düşür. Bəli. A. Bir dənə gedəcək C. Orta dağlıqda yağıntı bütün fəslərdə bərabər paylanır. Şəhər Ordubad düzündə siz bilirsiniz ki, yağıntı aşağı olur da. Düzdür uşaqlar? Bəli. Ora gedəcək D. Yağıntıların illik miqdarı 200 və 400 mm-ə qədər. Çünki orada qışı soyuq keçən yarım səhra quru çöl iqlimi var. Yarım səhrada yağıntı 200-400 mm olur. Sonra Lənkərana isə gedəcək B. Yağıntıların miqdarı 800 və 1000 metrdən çoxdur. Əksəriyyəti də ilin soyuq dövrünə düşür. Deyirdik ki, çünki orada yay quraq keçən mülayim isti iqlimidir. Bir də gedəcək E. Yanvar ayının orta temperaturu 0 dərəcədən orada yüksək, yəni aşağı deyil. 109-cu sualımıza da baxağım. Birinci qrafikə baxırsınız. Uşaqlar, birinci qrafik haranın qrafikidir desə, deyəcəksiniz ki, haradır? Şuşa. Yaxşı. Bəli. Müəllimə, burada hardan bilirik ki, Şuşadır? Şuşada necə olurdu temperatur? Məsələn, 571 Qubaya düşür. İkinci nədir? Quba. 350 mm Bəli. yağıntı hara düşür uşaqlar? Kim deyər uşaqlar? Nəyə baxırdınız Aymanlar? 110-cu suala bir dənə Bakı. baxın zəhmət olmasa. Aha. Yağıntılar. Hə, 1. Mhm. Qeyd eləmişdik də O uşaqlar. 1 Abşeron da müəllim. 700, Abşeron olsa. 711 mm. Bir dənə burada baxaq. Deməli, burada nə baş verir? 7 böyük birinci. Necə? Birinci 247 böyük. Birinci necə? 711 diyor. Aman. Birinci 711 uşaq. 711 mm yağıntı hara düşür? Şuşaya. Temperatur mənfiyə düşür, yayda da 20 dərəcədə. Baxın bir dənə Burası dəqiq. deyil, Şuşadır da uşaqlar. Şuşa Şuşa. olmalıdır mənim fikrimi. Çünki orada Amma bu Qarabağ uyğun gəlmir. bircə dəqiqə uşaqlar. Deməli, temperatur neçə dərəcəyə qədər yüksəlib? 22 dərəcə ilə -2-dən aşağı düşmüş. Şuşadır da. Bəli, bəli, Şuşadır. Şuşadır. Mhm. 2 Quba. 3 də hara düşür? Bakı Üçüncümüz deyil. haradır bəs? Şöyle deyə gələcəkdir bu. Bax, 110-da nə edirik? 1-ə gedir B. Şuşa. 2-yə Bəli. gedir Hara? C. Hara dedik C-ni? Evet. 571 Quba dedik də. Bəli. 3-ə də gedir nə? D. D. Niyə D gedir? Çünki yağıntı az. Yağıntı az zaman. Şuraz ovalına düşür də 350 mm Bəli. yağıntı. Ona görə Ha. cavabımız nə olacaq? 110-da C, B, C, bir də D. Aydındır. Doğru. Bu da burada yazılan yağıntılar əsasən bilir. Uşaqlar 711, 571, bir də 350. Gəlirik 111-ci suala. Azərbaycan ərazisində daxil olan hava kütlələri və küləklərin bağlı olan uyğunluğunu müəyyən etməyimizi istəyir. Mərkəzi Asiyadan isti külək gəlir bizə. Ona görə birə nə gedəcək? D. İlin isti aylarında temperaturun yüksəlməsinə və soyuq halında isə aşağı düşməsinə səbəb olur deyir. Deməli, Mərkəzi Asiyadan isti hava kütləsi gəlir, birə gedir C. Mülayim dənizdən gələn hava kütləsi isə sərin hava kütləsidir. Yəni temperaturun aşağı düşməsinə, yağıntının artmasına səbəb olur. Kontinental Arktik isə quru və soyuq hava kütləsidir. O da gedəcək A-ya. Aydındır. Tamam. 112-yə baxaq. Kəlbəcər şəhəri C. Qışı quraq keçən soyuq. Ay. Şirvan şəhəri İşte mülayim mülayim keçən keçən yarım. yarımsər qurçun. Lənkəran da bilirsə yay Yazır. keçən mülayim isti iqlim. Yay Quraçsan. Bu qədər. Sual var uşaqlar. Xeyr. Mən Lənkərana nə dediniz? Lənkəranda hər bəxtindən demirik ki, yay quraq keçən mülayim isti iqlimdir. Yay quraqda, oran qışı yağıntılıdır uşaqlar Lənkəranda. Düzdür? Bəli. İndi demək, mən sizə evə nə verirəm?
Gəlin ya da qrupda qeyd eləyərəm, baxarsınız. Olar. Bu gün onsuz da biz təkrarladıq atmosferi. Sabahlarım da inşallah. Atmosfer qurtardı. Azərbaycanın daxili suları bir də Xəzər dənizini keçəcək. Yaxşı. Yaxşı.